Salam, vaxtınız xeyir olsun dəyərli izləyicilər. Biz bugün 19 aprel 9-cu sinif 2026-cı ilin suallarına baxırıq. 61-ci sualdan başlayalım. Deyir ki, bərabər hündürlüklü iki silindirin otacaqlarının diametrləri D1 10'dur, D2 isə 5'dir. Bizə deyir ki, V2 bölünsün V1. Biz bilirik ki, burada məsələn 5 bölünsün 10'un nəyi olmalıdır? Burada kubu olmalıdır. 2'də 1, 2'də 1'in də kubu eləyəcək 8. Sonra deyir ki, 62-ci sualda iki oxşar çoxbucaqlının birincinin biri 6'dır, ikincisi ise birinci tərəf 6'dır, ikincisi 10'dur. 6 bölünsün 10. Deyir ki, birincinin perimetri 42'dirsə, o birisi tap. Bunun xüsusilə bura 7, 7 ona vursaq x bərabərdir 70 şəklini alarıq. 53-cü sualda deyir ki, bizə ifadəsinin qiymətini hesablayın. Gətirib burada x-in yerinə -1 yazsaq, baxaq görək nə olar da. Burada 2 vurulsun -1. Elə -2 yazacağım. -2 üstə gəlsin bura 3, üstə gəlsin 3, üstə gəlsin 1 şəklində olacaq. 6, 7, -2'nin üstünə də 7 gəlsə 5. Yəni cavabımız D variantı olmalıdır. 64'te də düzbucaqlının bir sayəsini tapıb, təbii ki 9'u 12'ye vurup 2'ye bölməliyik. Bura 6, bu da elədi 54. C variantı 64-cü sualda. Gəldi 65-ci suala. Təbii ki burada kosinuslar birinci gəlibsə, biz kosinus 7 alfa çıxılsın alfa yazı. Bu da elədi kosinus 6 alfa şəklində olacaq. D variantı olur burada. Geldik sonra 66-cı suala. Sürəti 15 olan düzgün olmayan kəsrlərdən təsadüfi seçilmiş birinin tam ədəd olması hadisəsinin ehtimalını tapın. Sürət 15 olmalıdır. Təbii ki düzgün kəsr, yəni burada tam ədəd olması üçün 15'in bölənləri ola bilər. Yəni 1, 3, 5, 15. Deməli 4 dənə olur. Bizim mümkün hallarımız 15'dir. Əlverişli hallarımız 4. Deməli 15'te 4 olmalıdır cavabımız. 67-ci sualda biz belə edə bilərik. Loqaritma 3 əsasdan x minus 3'dür. İkisi də bərabər, mən bunu loqaritma 3 əsasdan 1 yaza bilərik. Belə 0 deməkdir də. Onda x minus 3 kiçikdir bərabərdir 1'dən. X da kiçikdir bərabər 4'dən. 4'dən kiçikdir. Həmçinin də biz bilirik ki x minus 3 böyükdür 0 olmalıdır. X da böyükdür 3'dən. Yəni 3'dən 4'ə kimi. C variantı olmalıdır. Sonra geldik biz nəyə? 66-cı suala. 68-ci suala. Qrupdakı 20 tələbədən 15'i riyaziyyatdan, 6'sı fizikadan məqbul qiymət alıb, 3 nəfər bu fənlərin heç birisini bitirmədən məqbul qiymət fənlərin heç birindən məqbul qiymət almayıbdır. Aha, deyir ki 15. 15 ilə topladıq 16 neçə elədi? 31. 31 nəfər məqbul olub. Amma burada 3 nəfər də əlavə var da. Bu 20 nəfərin 3 nəfər də əlavə. 3 tələbə isə bu fənlərin heç birindən üstünə də 3 gəlirik. Neçə elədi? 34. Belə eləyəndə baxın. Deyək ki 34 nəfər ümumidir. Normalda bunların deyir ki bir dənə baxaq görək. Fizika məqbul qiymət alıb, 3 tələbə bu fənlərin heç birisindən məqbul qiymət almayıb. 31. Biz nə dedik? Dedik ki, qrupda 20 şagird. Baxın 15. İndi normalda biz nə eləməliyik? Normalda 20 şagird. Amma bizdə 34 şagird orada. 34'dən çıxdım 22. 14 dənəsi hər ikisində var, elə deyilmi? 14 dənə hər ikisində var. İndi baxın, bəs yaxşı, onda deyək ki, burada neçədən olmalıdır? Riyaziyyatdan 15 tane olmalıydı. Fizikadan da 16 olmalı. Deməli biri buradadır. Biri burada 16 burada. İkisi de burada qalmalıdır. Çünki 16 olmaz. 16 olmaz. Gəlin baxaq ki, ödəyəmi 14 isə bir gəl 15, 15, 17, 3 nəfər də əlavə var. Deməli ödədi. Və bizə deyir ki, tələbələrin neçə faizi deyə hər iki fəndən məqbul qiymət alır. Yəni hər iki fəndən alan burada 10'dur. 20 şagirddən 14'ü vurduq 100'ə. Bunlar sayı getdi 5. 5'də 14'ə vurduğumuz zaman cavabımız eləyəcək 70 şəklində olacaq. 69-cu sualda təbii ki biz bunları bir kökdə yaza bilərik. 162, bura 2, burada 16 yazar. Bununla bunu
Bura 8 olar. Bundan bunu 2'ye kısaysa bura 4. Bura 81 olacak. Buradan da 2, burada 9. 4,5 yani C variantı olmalıdır. Geldik sonra 70. suala. 70. sualda da burada da -3x üstə gəlsin 5x kiçikdir -7 çıxılsın 2 olacaq. Buradan 2x kiçikdir 9'dan. -9'dan x da kiçikdir -4/5'dən. -4/5'dən kiçik en büyük tam elimiz tabii ki -4 olacak 70'te. Böyle. Biz burada ne sefer en büyük. Bundan küçük olsun. Hemen seferledim. Üzgün sayın uşaqlar. 4/5'ten küçük 4 olmaz axı. Tabii ki 5 olacak. Burada küçüktür. Küçüğü soruşur da bizde. 71. sualda logaritma 3 əsasdan 81'i. Biz logaritma 3 əsasdan 3 üstü 4 yazarıq. 4 qabağa gələr. Logaritma 3 əsasdan 3 bu 1 deməkdir. Cevabımız da elə 4 edəcək. Yəni 71'də B variantı olacaq. Sonra geldik 72. suala. Bu sual tam belə düşməyib. 72'de. Ne diye burada baxaq görək. Modulda A yazıb -5'te 1 üstə gəlsin 4'te 1'dir də bu. Modulda A da bərabər burada hesablasa bu elədi 20'də. 20'də bura neçə düşər? Bura 4, bura 5. 20'də 1 elədi. Bizə deyir ki, modulda A'nın 20'də 1'ə bərabərdirsə, deməli həm müsbət həm də mənfisi ödəyə bilər də. Y variantı olacaq. 73. sualda A 8'dir. Bura 30 dərəcədir. Bura 60'dır. Bu C'ni soruşur. Sinüs teoremindən biz bunu yaza bilərik də. 8 bölünsün sinüs 30 bərabərdir. C bölünsün sinüs 60'a. Burada bu elədi 2'də 1 C bərabərdir 8 vurulsun. Kök 3 bölünsün 2'ye. Bununla burada 4 eləyəcək. 2'də 1 vurulsun C bərabər 4 kök 3'e çarpaz vurulsun. C də bərabərdir 8 kök 3 şəklini alacaq. Cevabımız olacaq D variantı. Sonra geldi 74. suala. Baxaq görək burada bizə permütasiya və kombinzona aid bir sualdır. Burada 5 əsas bu 5'ten 5 elə permütasiya 5 yani 5 faktorial deməkdir bu. Bu qalsın belə, bu belə. Sonra geldi 6'dan 3'e. Ne demekti bu? 6 faktorial bölünsün. 3 faktorial bir de vurulsun 3 faktorial. Bunu ben yazsam 3 faktorial. 4 vur 5. Buna 3 faktorial. 2 vur 3. Bundan bu. Bundan bunu. Bura 2. 3 de 10 şeklini aldı. Düz yazdıqda yəqin ki 4 vur 5 burada. 2 vur 3 olacaq. Allah. Bu belə. Sonra burada da 6'dan 4'e geldi 6 faktorial. Buradan da 4 faktorial vurulsun 2 faktorial. 4 faktorial. Burada 5 vur 6. Burada 4 faktorial. Burada 2. Burada elədi cevabımız 15. Burada 3 faktorial vurulsun. 4, 5, 6 yazmayı unutmuşam. Deyirəm, bak burada nəsə mən səhv elədim. Kəsr alınmamalı deyə. 2 vuruş bura getdi. Burada 20 elədi cevabımız. Yani 20 ilə bunu topladı 35. Yani 5 faktorial vurulsun 35 buraya yazırıq. Burada ise burada olacak 7 faktorial bölünsün 4 faktorial. Burada 4 faktorial vurulsun 5 vur 6 vur 7 olacak. Burada 4 faktorial. Bunlar getdi. Burada 5 vur 6 vur 7. Hele 5 vur 7 bu gedəcək bundan. Bura 6 burada 5 faktorial. Yani 2 vur, 3 vur, 4 vur, 5 bölünsün 6 bunlar getdi. Burada da elədi cevabımız 20. 74'te olacaq cevabımız 20. Maraqlı sual idi, biraz uzun sual idi burada. 75. sualda deyir ki bizə deyir ki baxın uşaqlar burada bu sinus 15 ilə təbii ki sinus 75 1 eləyəcək. Niyə? Çünki mən bunu kosinus kvadratı 15 yaza bilərəm. Bu ikisi 1, həmçinin bu ikisi də 1. Yəni 1 üstə gəl 1 bərabər cavabımız 2 edəcək bu şəkildə. Daxili bucaqlarının cəmi deyir ki 2000. Daxili bucaqlarının cəmi 180 vurulsun n-2 bərabərdir 2060 bu şəkildə olacaq. İndi buradan n-2 bərabərdir
n-2 bərabərdir 216 bölünsün 18'ə. n-2 də bərabər bura 1, 12. N də bərabərdir 14 oldu. N 14 isə bizə deyir ki, bir təpədən çıxan dəyərlərin sayı, o da n-3 idi. Yəni 14 çıxılsın 3 bərabərdir 11 şəklini alacaq. Aha, gəldik 77-ci suala. Deyir ki, 3 rəqəmli ədədin 3 rəqəmli ədəd 4 rəqəmi ilə qutarır deyir. 77-də A, B, 4. Sonra bu rəqəmi pozduqda A, B pozdu bərabərdir 472 alınır. Vahid kiçikdir. Yəni bir sözlə çıxanda 472 alınmalıdır. Biz bunu gəlin belə yazanda alt həddə. AB-ni çıxanda nə alınmalıdır? Cavab 472. Məsələn, mən burada 5 deyə bilərəm, belə deyilmi? Və 4-dən nə çıxsam 2 eləyər. Normalda 2. Amma mən bura məsələ desəm 14 olsa, 14-dən nəsə çıxsam 2 eləməz. Hə, deməli bu 2-dir. Onda burada 2 imiş də. Hə, bu oldu 524 bu ədədimiz. Bizdən elə onu mu soruşurdu? Bəli, 524 şəklində olacaq. Sonra gəldik nəyə? Burada 78-ci suala baxırıq. Deyir ki, burada biz nə edə bilərik? Əvəz etmədən də istifadə etmək. Gəlin bunların yerlərini dəyişəndə yazıram ki, bura 21-də x üstə gəlsin 4 üstə gəlsin 13-də y üstə gəlsin 1 bərabər bunu 2-də 1 yaza bilərikmi? Bəli. Sonra hər tərəfini 21 vurulsun, 21 vur 13'ə vuracağım. Hər tərəfini vuranda bunlar getdi. Bura 13 vurulsun, x üstə gəlsin 4, üstə gəlsin 21 vurulsun, y üstə gəlsin 1. Burada da 21 vurulsun 13. Nə pis oldu bu? Belə qalsın. Başqa nəsə eləmək olar mı burada? Daha rahat bir şeylər. 13x üstə gəlinsin. Bura elədi 52. Üstə gəlinsin 21 y. Üstə gəlsin 21 bərabərdir. 21'i vurdum 13'ə. 3, 6, 1, 2. 3, 7, 2. 273. 273'ü də bölsək 2'yə. Bir dəfə 2, 1, 7'də. 3 dəfə 6, 1, 13'də. 13'də 6 dəfə 5. 130. Şurası 6, onda 5 oldu. Burada da 13 üstə gəlsin 21 y bərabərdir. Bunları toplasaq 3, 73. Buna da 73 çıxsaq. Nə oldu? Bura 5, bura 3, 6. 63 tam onda 5. Və bizə deyir ki, buradan da nə yaza bilər? Yəni, mənfi x üstə gəlsin, y-də bərabər 3'ə bərabər deyir bizə. X üstə gəl, y-ı tap deyir. X üstə gəl, y. Olsun, heç nə. Aşağını vuraq şeyə, mənfi. Aşağını mənfi 13'ə, müsbət 13'ə vursaq, 13 üstə gəlinsin, 21 y bərabərdir 63 tam onda 5'ə. Nəsə biraz uzatdım misalı. Bəlkə də gözümdən qaçan nəsə var. Tərəf-tərəfə toplasaq, bu neçə elədi? 39 y-də bərabərdir. Bura toplasaq, bura 2. 102 tam onda 5 oldu. Bura y-də bərabərdir. Baxaq görək, bu ədəd bölünəcəkmi? Bu ədəd bölünəcəkmi? İnşallah ki, nəyəsə səhv eləmədik. 5 bölünsün 39'a. Bölünmədi. Nəyəsə səhv elədik burada. Nəyəsə səhv etdik. Əvəz etməklə eləsəydik nəsə alınırdı mı? Məsələn, y-ın yerinə 3'də gəl x yazsaydıq. Alınırmış. Heç onu görməmişəm. Görürsünüz. Necə rahat olur, baxın. Məxrəclər bərabərləşəcək artıq. X üstə gəlsin 4'dür. Gətir burada y-ın yerinə 3'də gəl x yazsa, burada da x üstə gəlsin 4 alınacaq. Burada 13 bərabərdir 2'yə. Deyirəm, belə uzun misal verməzlər deyə düşünürəm bayaqdan. Amma tapamamışdım da. İndi birdən gördüm. 4, bura 34 bərabərdir. Bura x üstə gəlsin. X üstə gəl 4 oldu. Hər iki x üstə gəl 4. Bura 34. Burada 2 idi. Onda mən bununla bunu ixtisar eləsək,
X üstə gəlsin 4 bərabər 17 oldu. Buradan x'imiz də bərabərdir 13'ə. X 13'dürsə buradan baxın. Nədən 13 çıxsam 3 eləyər 16'dan. 16 ilə də 13'ü toplasaq 16 ilə 13 bərabər 29. Üzülü sayın uşaqlar. Burada çox uzatdım misalı. Gözümdən qaçdı. O hissəni tam görə bilmədim. Gəldi 79-cu suala. Deyir ki, cədvələ duz və sudan ibarət iki məhlulun faiz tərkibi haqqında məlumat verilibdir. Birinci məhluldan 150 qram, ikinci məhluldan 350 qram götürülüb qarışdırıldıqda 300 məhlul alınar. Cədvələ əsasən bunu tapam. Baxın burada bizə nə lazım? Baxın bizə duz lazımdır, elə deyilmi? Məsələn, birinci məhluldan 150 neçə faizini tapmalıyam? 20%-ni tapıram. Neçədir? 30 qram duz var. Duz. İkinci məhlulda bu 90 qram su varsa 10 qram təbii ki duz var, elə deyilmi? Burada da 80 qramdır da. İndi 10 qram, yəni 350'nin içində də 10 qramı nədir? Duzdur. 10 qramı duzdur. Neynədir? Buradan hesablasaq, bu da elədir 35 qram. İndi biz burada üçüncü məhlul necə alınır? Üçüncü məhlul belə alınır ki, 350 ilə 150'ni toplamışam və bir də 30 ilə 65'i toplamışam, vurmuşam 100'ə. Burada 500, burada 60, burada 30 ilə 35'dir bu. 65 bir də vurursun 100, 65. Bunlar getdi. Burada nə qaldı? 13%. Deməli bunun duzluğu nəymiş? 13%. Bəs su nə qədər olar? Təbii ki 100'dən də 13 çıxaram 87%. Bizə nə deyir? Bunların fərqini tapdıq. Təbii ki 87'dən də 13 çıxarıq. Bura 4. Neçə elədi? 74 olacaq cavabımız. 74% şəklini almalıdır. Gəldi sonra nəyə? Deyir ki, bir paralelipet verilib bizə. Gəlin bunun şəklini çəkməyə çalışalım. Paralelpipetin deyir. Nəsə. Biraz paralelipetə bənzəmədi mən çəkdim. Belə. Deyir ki, hündürlüyü bura 2'dir. Paralelpipetin həcmi budur. Bu paralelpipetin otacağını eni bura A-4'dür. İndi biz baxın 2 vurulsun. Mən bu mütəzə xaricini çıxarsam A kubu çıxılsın 64 olar. Mən 2 vurulsun A çıx 4'dür. Sonra A və bunu mən aça bilərik də üstə gəlsin 4'a, üstə gəl 16 kimi yaza bilərik mi? Bəli. Deməli baxın bu hündürlükdür. Bu enidir. Bu da uzunluğu olmalıdır da. A kvadrat üstə gəlinsin 4'a, üstə gəl 16 şəklində. Deməli, bax bu şəkildə oldu. Biz bütün tərəflərini tapdıq bunu. Yəni tillərini tapdıq daha doğrusu. Sonra bizə deyir ki, tam səthin sahəsini tapdıq. Tam səthin sahəsində bilirik də necə olmalıdır. Təbii ki, mən bunu buna vurmalıyam. Bunu buna vuranda elə A kubu çıxılsın 64 alınır. Baxın, bunu buna vursam. Sonra üstə gəlinsin. Mən bu ifadəni buna vurmalıyam 2'yə. Yəni 2A kvadratı üstə gəlinsin 8A, üstə gəlinsin 32. Sonra bunu buna vurmalıyam. Baxın bu 2'ni buna. Buradan da 2A çıxılsın 8 olacaq. Əla. Yəni A kubu. Bir də vurulsun, bir də 2 var uşaqlar. 2'də vurmaq lazımdır. Üstə gəlinsin 2A kvadratı. Bununla bunu hesablasaq elədi burada. 10A. Bir də çıxılsın. Nə olacaq burada? Bununla bunu toplasaq 72. 72'dən də 32'ni toplasaq çıxsaq. Bu elədi 40. Bir də vurulsun 2. Daha get bir də 2'yə vurmaram. Bu şəkildə olmalıdır. Belə. Sonra gəldik nəyə? 81-ci suala. Deyir ki, silindir nə idi? Silsilə fərqi 3'də 1 olan silsilə fərqi Q. 3'də 1'dir deyir bizə. Və həndəsə isə 9-cu və 6-cı hədlərin fərqi B9 çıxılsın B6 fərqi 13 və 13-cü və 10-cu hədlərin fərqi neçədir? Biz bunları bölərik də B13
fərqi 13-cü və 10-cu B10. İndi burada məsələn mən nə yaza bilərəm bunu? Yazaram ki, məsələn B1 vurulsun 2 üstü 8, çıxılsın B1 vurulsun 2 üstü 5. Burada B1 vurulsun 2 üstü 12, B1 vurulsun 2 üstü 9. Burada mən B1 vurulsun 2 üstü 5'i buradan çıxartdım. Nə qaldı burada? Q kubu minus 1 qaldı. Buradan da B1 vurulsun 2 üstü 9'u çıxarsaq, yenə də Q kubu minus 1 qaldı. Aha, bunlar getdi. Həmçinin bunlar da getdi. Həmçinin bunlar da getdi. Yəni 1 böl Q üstü 4 alındı. Hə, əla. Silsilə vurumuzda 3'də 1. 1 bölünsün 3'də 1 üstü 4'ə. Yəni 1 bölünsün 81'də 1. Bu da neçə deməkdir uşaqlar? Elə 81'in özüdür. Cavabımız. Maraqlı sual idi bu da. Ümid edirəm ki, düz yazmışsınız bunu. Belə. Belə. Sonra gəldik nəyə? Gəldik belə bir suala. Sual tam görmək olmur. Gözləyim buradan. Başqa bir şəkil tapım mən. Deyir ki, y-oxuna nəzərən bir y bərabərdir fx funksiyası var. Bir də y bərabərdir gx funksiyasıdır, jx funksiyası. Bunlar y-oxuna nəzərən simmetri. Bunun onda bu n nöqtəsi ilə, baxın burada. Aha, bu n nöqtəsi 5 mənfi 3'dürsə, deməli m nöqtəsi nə olmalıdır? Aha, olmalıdır. Mənfi 5 mənfi 3. Əla. Biz bunu tapdıq. Sonra deyir ki bizə kvadrat təliyin qrafikləri verilmişdir. G 10'da. G nöqtəsi 10'da. 10 olanda alıbdır nə? Olub burada mənfi 8. Aha, burada indi biz burada deyir ki bizə MNK üçbucağının perimetrini tap deyir. Biz burada nəyi tapmalıyıq? Bu K nöqtəsini tapmalıyıq da birinci növbədə. Gəlin məsələn, belə bir şey. Bu təpə nöqtəsinin koordinatları budur. Bu funksiyanındır, bu jx-indir, bu da fx-indir. Mən buradan təpə nöqtəsinin koordinatlarından gedəm. Buradan desəm ki, bizim bu jx-ımız belə bir şey ola bilərmi? Məsələn, hər hansı bir a vurulsun, x minus 5'in kvadratı çıxılsın 3. Yəni bu şəkildə də bu m ilə yazsaq. Bu m idi, bu n idi. Təpə nöqtəsinin koordinatları kimi. Hə, buradan artıq bizə j10'u verib. j10'u gətirib biz yerinə yazsaq, a vurulsun 10 minus 5'in kvadratı çıxılsın 3 şəklində. Burada, bu da neçə deməkdir? Bu da mənfi 8'dir. Gətirib, yəni mənfi, belə deyək də, a vurulsun. Bu neçə elədir? 5, 25, 25. Çıxılsın 3. Bərabərdir mənfi 8'ə. Buradan 25 vur a bərabərdir mənfi 5'ə. A da bərabərdir mənfi 5'də 1 şəklini aldı. Hə, a mənfi 5'də 1'dir. Onda mənim qrafikim olacaq jx bərabərdir mənfi 5'də 1 vurulsun x minus 5'in kvadratı minus 3 şəklini alacaq. Və bu şəkildə bir qrafikdir və burada biz nəyə baxa bilərik? Yəni bu K nöqtəsi bizə nəyi göstərir? Y-i kəsən nöqtədir. Hə, y-i kəsən nöqtə x nə olurdu? 0 olmalıdır. Onda mən x-ə nə yazmalıyam? 0 yazmalıyam. Onda mən bu jx dediyimiz, bax bu yəni K nöqtəsi olur elə o. Mənfi 5'də 1 vurulsun. Buradan 0 çıxılsın, 5'in kvadratı çıxılsın 3 olacaq. Yəni jx bərabərdir. Mənfi 5'də 1 vurulsun. 25 çıxılsın 3'ə. Bununla bu getdi. Bura elədi mənfi 5, bu elədi mənfi 8. Hə, deməli mən də bu K nöqtəm, bu m-i tapmışdıq da bayaq. M nöqtəsinin koordinatları mənfi 5 ilə mənfi 3 idi. K nöqtəsinin koordinatları isə 0 mənfi 8'dir. Hə, deməli bizə belə bir üçbucaq olacaq bizdə. Bura m-dir. Yəni mənfi 5 3'dür, mənfi 3'dür. Bura n'dir, n. 5 3 mənfi 3'dür və burada 0 mənfi 8'dir.
Biz bunu nəyə tapmaq perimetr? Deməli, biz burada iki nöqtə arasındakı məsafə düsturundan istifadə etməliyik. Məsələn, bura M, bura N, bura K. Məsələn, MN-i tapmaq istəsək, necə taparıq? MN-i tapmaq üçün necə eləyirdi? MN sondakindən 5-dən çıxırıq. -5-in kvadratı üstə gəlinsin. -3 çıxılsın. -3-ün nəyi kvadratına? Müfrəzə xarici təbii ki kvadratı olacaq. Məsələn, belə bir şey oldu da. 5 çıxılsın. Bu elədi, bu elədi. 5-dən bu toplamayacaq 10, bu elədi 100. 100. Burada da elədi nə? Baxaq görək. Necə səhv eləmədik ki burada. -5-dən çıxdıq, -5. Bu 10, 100. Burada -3-dən də bunu çıxanda 0 oldu. Buranın uzunluğu oldu və bura 0 oldu. Bərabərdir. Kök hətta 100. Ondan neçə çıxır? 10. Bu məsafə oldu 10. Əla. Bura 10 oldu. Sonra isə məsələn mən buranı siləcəm. Buranı silək. Sonra məsələn MK-nı tapmaq istəsəm, nə etməliyəm? 0-dan çıxmalıyam. -5-i bu ilə 5-in kvadratı üstə gəl. -8-dən də -8 çıxılsın -3-ün kvadratı şəklində olacaq. Bura 25 üstə gəlinsin. Burada 5. Bu da neçə elədi? Belə. Bu da elədi. Bu da 25. Neçə oldu buradan? Kök altda 50'dir. 50 oldu. Yəni 5 kök altda 2 oldu burada da. Həmçinin baxsaq ki, baxın uşaqlar. Burada da baxın 5 -3'dür. Bu eyni ədədlərdir, sadəcə yerlərdir. Biz bunu kvadrat olduğuna görə eyni şey alınacaq. Burada da 5 kök altda 2 alınacaq. Və biz bunu toplasaq, 10 üstə gəlsin, bu ikisini toplasaq nə olacaq? 10 kök altda 2. Yəni 10 üstə gəlsin, 10 kök altda 2 şəklini almalıdır. Deməli bu şəkildə olacaq. Keçdik sonra nəyə? 83-cü suala. 83-cü sualda isə çevrə veribdir bizə. Deyir ki, bu tən böləndir. Onda bura alfa olacaq. Bura 36'dır. İndi baxın, əgər bura alfadırsa, bu qövsün də uzunluğu nə olmalıdır? 2 alfa. Əgər bu qövs 2 alfadırsa, baxın, gəlin başqa rənglə göstərəyim. Əgər bu qövsün uzunluğu 2 alfadırsa, bu qövsə baxın, bu bucaqda alfa olmalıdır. Deməli, onda burada bir üçbucaq yarandı. Bura bir 2 alfadır, bura alfadır, bura 36. Deməli, 2 alfa üstə gəlsin, alfa üstə gəlsin, 36 bərabər nə olmalıdır? 180'ə. Burada 3 alfa bərabərdir 144, alfa da bərabərdir 48 oldu. Bizdən nəyi soruşur? CAD-ni. Hani CAD? Buranı soruşur, buranı tapdıqda elə 48 oldu. Bu şəkildə olmalıdır. Gəldik 84-cü suala. Deyir ki, bütün tilləri bərabər olan 4 bucaqlı piramidanın açılış şəkli verilmişdir. AB tərəfi. Biz indi gəlin buradan piramidanı çəkəyin. Sonra bizə deyir ki, bu AB məsafəsi. Bu AB dediyimiz məsafə iki dənə yan tərəfin, bu yan üzün daha doğrusu hündürlükləri, baxın. Bir də buralardır. Belə bir şeydir də bu hissələrdir. Yəni biz buranı necə tapa bilərik? Burada baxın, bu yan bütün tərəflər bərabərsə bu üzlər var ha. Burada alınan bu üzlərin tərəfləri də bərabər tərəfli üçbucaqdır. Bərabər tərəfli üçbucaqda hündürlük nə olurdu? Hündürlüyümüz olurdu A kök altda 3 bölünsün 2. Burada da bir dənə baxın, bu hissə var ha. Baxın, gəlin bunu başqa rənglə qeyd edeyim. Bax, bura A kök altda 3 bölü 2'dir. Həmçinin burada A kök altda 3 bölü 2'dir. Və bir də bura isə tərəfin özünə bərabərdir elə. A tərəfi nədirsə odur. Deməli, mən 2 vurulsun, 2 vurul A kök altda 3'ün üzərinə A gələndə elə bu AB məsafəsi alınmalıdır. Bunları getsə
A kök 3 üstə gəlinsin. A bərabərdir 12 üstə gəlinsin 12 kök altı 3-dən. Buradan mən alayı mötərizə xaricə çıxarsam kök altı üstə 1 alınır. Buradan da 12-ni çıxarsaq 1 üstə gəlinsin kök altı 3 alınır. Hə, bunlar getsə A bərabər nə oldu? 12. Hə, deməli tərəf 12-dir. Əla. Tərəf 12-dirsə, 12-dirsə. İndi mən nə etməliyəm? Baxın, bura 12-dir. Mən bunun üçün baxın belə bir xətt çəkməliyəm. Buradan hündürlüyünü tapmalıyım da. Elə deyilmi hündürlüyü? Hündürlüyü tapmaq üçün baxın, bu bir kvadratdır da, elə deyilmi? Gəlin bu şəklini yenidən mi çəkək? Gəlin yenidən çəkək. Baxın, belə bir maraqlı sualdır. Burada gəlin şəkli biraz bu tərəfə çəkəlim, nəysə. Baxın, bura 12, bütün tərəflər 12-dir. Həmçinin buralar da 12-dir. Bütün tillər 12 deyir axı. Onu da mən buradan belə bir şey çəksək, bunun nə olar? Bu 12 kök 2 eləcək, bu diagonalı. Onda mən buradan bir hündürlük çəksəm, baxın hündürlük çəksəm. Hə, bura 6 kök 2 olacaq. Onda burada 12-dirsə, onda mənim bu hündürlüyüm, bax bu h-ım, o da 6 kök 2 olmalıdır. H bərabər 6 kök 2. Hə, onda bəs mən prizmanın həcmi necə idi? Piramidanın həcmi. 3-də 1 S oturacaq, vurulsun H. 3-də 1 S oturacaq, vur H. Əla. Hə, onda 3-də 1 vurulsun, oturacağın sayısı 12 vur 12 olacaq. Bir də vurulsun 6 kök 2-yə. Mən bunu ixtisar eləsəm, bura 4. Burada nə elədi? Bunu buna vursaq 48 və bərabər 48. 48-i də 6 kök 2-yə vursaq, buradan 8 elədi. Burada 28. Aha, bu şəkildə olacaq. Maraqlı sual idi. Ümid edirəm ki, başa düşdük. Belə bir sual. Tam 9-cu sinif proqramına aid olan bir sual idi bu da. Belə. Gəldik sonra son suala. Deyir ki, mərkəzi O nöqtəsi 2, 5 olan nöqtəsində olan iki çevrənin birinin diametri AB, digərinin diametri CD-dir. Hə, mərkəz O nöqtəsindədirsə, deməli bu AM, M plus 1 nöqtəsi və bir də N, bax bunlar simmetrik nöqtələr. Yəni, bax bu nöqtəyə nəzər, o nöqtəsinə nəzərən simmetrik. Yəni, mən məsələn desəm ki, M üstəgəl N bölü 2 bərabər bu 2 olmalıdır. Yəni, M üstəgəl N nə olmalıdır? 4 olmalıdır. Və yaxud da M plus 1 üstəgəlinsin 2M bölü 2 bərabərdir 5 olmalı. Yəni, buradan 2M üstəgəlinsin N bərabər 10, 9-a bərabər. Tərəf-tərəfə çıxsaq, nə olar buradan? Mənfi M. Bunlar getdi bərabər mənfi 5-ə. M bərabər nə oldu? 5. M 5 oldu. Bəs N nə olacaq? Bura 5-dirsə, deməli N də 1 olmalıdır, elə deyilmi? Baxın, yəni düz dedik kimi mənfi 1. Mənfi 1 olmalıydı, üzr sayın. Mənfi 1 olacaq. Əla. İndi. Hə, C-ni tapdıq. Baxın, C oldu 5, mənfi 1. İndi, yəni O nöqtəsi 2, 5 nöqtəsidir. Bir də D nöqtəsinə bir x, y deyə. Yenə də mən bu C5 ilə x-i toplayıb 2-yə bölsəm nə almalıdır? 2. Yəni 5 üstəgəl x bərabər 4-ə. X bərabər yenə mənfi 1 olacaq. Aha, və həmçinin də mənfi 1 üstəgəlsin y bölünsün 2 bərabər 5 olmalıdır. Mənfi 1 üstəgəlsin y bərabər 10 olmalıdır. Buradan y də bərabər nə olacaq? 11. Yəni mənfi 1 və 11 şəklində olacaq. Aha, suallar bu qədər. Ümid edirəm ki, video sizin üçün faydalı olar. Videonu bəyənib kanala abunə olmayı unutmayın. Sağ olun.